Vaxtınız xeyir əziz dostlar. Bu video dərsimizin mövzusu kinetik və potensial enerji haqqında teoremdir. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcə kinetik enerji haqqında teoremdən başlayaq. Kinetik enerji haqqında teorem nədir? Bu teoremə görə cismə təsir edən qüvvələrin əvəzləyicisinin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni A bərabərdir delta Y kinetik. Əziz dostlar, biz bilirik ki, kinetik enerjinin dəyişməsində düsturları mv kvadrat bölünsün 2 minus mv0 kvadrat bölünsün 2'dir. Buradan həmçinin biz çıxara bilərik m bölünsün 2'ni. M bölünsün 2'ni çıxarsaq, onda kinetik enerjinin dəyişməsinin daha bir düsturu alınır. M bölünsün 2 vurulsun. V kvadrat minus V0'ın kvadrat. Bu düsturlardan istifadə edərək kinetik enerjinin dəyişməsini hesablaya bilərik. Bəs görülən iş necə olacaq? Görülən iş, yəni sadəcə və sadəcə görülən iş kinetik enerjinin nəyinə bərabərdir? Dəyişməsin. Onda düsturunu yazsaq, A bərabərdə olacaq mv kvadrat bölünsün 2 minus mv0'ın kvadrat bölünsün 2. Başqa cür desək, A bərabərdir m bölünsün 2'nin mörtəzə xaricinə çıxarsaq, m bölünsün 2 v kvadrat minus v0'ın kvadratı şəklində olacaq. Gəlin, dediklərimizə uyğun bir məsələ nümunəsinə baxaq. Məsələn, bizə verilib, deyir kütləsi 4 kiloqram olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Qrafiki quraq burada. Yəni Vx'in T'dən asılılığı qrafikimiz belə bir qrafikdir. Başlanğıc sürətə deyək 30 metr bölünsün saniyə olsun. Son sürətə deyək 40 metr bölünsün saniyə olsun. Zamanı da deyək neçə? 5 saniyə olsun. Mənə deyir ki, cismə təsir edən qüvvələrin 5 saniyədə, yəni qüvvələrin əvəzləyicisinin 5 saniyədə gördüyü işi hesablayın. Yenə biraz öncə yazdığım düsturdan istifadə edəcəm bu düsturda. Baxın, bu düsturda verilənləri yerinə qoyaraq nə etmək lazım? Sadəcə hesablanmaq var. Düzdür, bu məsələni, bu tipli testləri həll etməyin, bu tipli məsələlərin həll etməyin bir neçə yol var, amma ən sadə yolu kinetik enerji haqqında teoremi tətbiq etməkdir. Onda A bərabərdir düsturumuz olacaq. M'imiz 4 kiloqram bölürük 2'yə. Son sürətimiz 40'dır. 1600 eləyəcək kvadrat. Minus başlanğıc sürətimiz 30'dur. Kvadratı 900 eləyəcək. O da bərabərdir. Baxırıq. Burada 4 ilə 2 ixtisar gedəcək. 4 ilə 2'ni ixtisar edəsək. Bunları ixtisar eləyəcək. Bizə 2 verəcək. Oradan da düsturumuz necə olacaq? Daha doğrusu məsələmizin həlli necə olacaq? A bərabərdir. Bunu biraz balacalaşdıraq. A bərabərdə olacaq. Nə? 2 vurulsun. 1600 ilə 900 çıxsa mənə 700 qalacaq. 1400 joule. Bu da təxminən eləyir 1,4 kilojoule. Yəni bu formada bir cavab alınacaq. Gəlin, indi biz potensial enerji haqqında teoremdən danışaq. Potensial enerji haqqında teoremə görə cismə təsir edən qüvvələrin əvəzləyicisinin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Onda mən necə yaza bilərəm? A bərabər mənfi delta Y potensial olacaq. Bəs potensial enerjinin düsturlarını biz bilirik. Bir neçə düsturdan istifadə edəcək. Məsələn, mənə desələr ki, belə bir düstur. Delta Y potensial bərabərdir M J H2 minus H1 düsturundan istifadə edə bilərik. Digər düsturları delta Y potensial bərabərdir Kx2'nin kvadrat bölünsün 2 minus Kx1'in kvadrat bölünsün 2 düsturundan və yaxud da delta YP bərabərdir. Buradan K bölünsün 2'ni çıxarsaq x2'nin kvadrat minus x1'in kvadrat düsturundan istifadə edə bilərik. Yerinə qoyub işin düsturlarını çıxarmaq istəsək, onda işin birinci düsturu belə olacaq. A bərabərdir mənfi mj h2 minus h1. Burada qarşıdakı mənfini yox eləməkdən ötürü də bunu hara vurmaq lazım? Mörtəzənin daxilində. Bu da olacaq mj H1 minus nə? H2 və digər düstunu. Yəni burada da biz
düsturunu da yerinə qoysa, onda A bərabər yenə mənfi K bölünsün 2, x2'nin kvadratı minus x1'in kvadratı olacaq. Aha, mötərizənin qarşısındakı mənfini yox eləmək üçün içəri vurmalıyıq. Onda K bölünsün 2, x1'in kvadratı minus x2'nin kvadratı düsturundan istifadə eləyəcək. Gəlin indi potensial enerji haqqında teoremə uyğun bir məsələ nümunəsinə baxaq. Deyir ki, məsələn, sərtliyi K bərabərdir 200 Newton bölünsün metr olan yayın əvvəlcə uzunluğu x bərabərdir. Neçə olsun? Deyək ki, 2 metr olsun. Deformasiya nəticəsində onun son uzunluğu, yəni deformasiya nəticəsində uzunluğu olmuşdur. Yəni başlayan x birimiz 2'dir. Deyək ki, 50 santim, yəni 0,5 metr uzanıb olmuşdur. Son uzunluğu x2 bərabərdir 2,5 metr. Mənə deyir ki, elastiklik qüvvəsinin gördüyü işi hesablayın. Düsturumuz necə idi? Biraz öncə yazmışdıq. A bərabərdir K bölünsün 2, x1'in kvadratı minus x2'nin kvadratı. Düsturunda yerinə qoysa K'mız 200 bölünsün 2. x1'imiz 2,5'in kvadratı 2,125 belə yazıq. Yüzdə 2 625, yəni 625 minus yazacağıq burada. Belə deyək də, 2'nin kvadratı 4 eləyəcək. Minus 625, yəni 625 bölünsün 100. Aha, yəni belə olduğu kimi götürək bunu. Bir dəqiqə bunu. 6,25 o da bərabərdir. Bundan bunlar ixtisariyyətdir. 100 vurulsun mənfi 4'dən 6,25 çıxsam 2,25 olacaq. O da bərabərdir mənfi 225 joule. Yəni buradan belə nəticəyə gəlmək olar ki, elastiklik qüvvəsinin gördüyü iş nəyə bərabərdir? Mənfi 225, yəni mənfi iş gördü. Bununla da əziz dostlar, daha bir video izahının sonuna çatdıq. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.